Əslində bugünkü mövzumuzu mən bilirsiniz niyə elədim? Bəlkə çalışın həmişə bəlkə deməyi özünüzdə vərdiş edin. Bunu evdə də, hətta valideynlərinizə də istiqamət verə bilərsiniz. Baxın, bəlkə o maşın yoldaşınız dedi. Bəlkə xəstə var o maşında, ona görə asta sürür. Bəlkə qucağında sevimli heyvanı oturub, maşını ona görə asta sürür ki, silkələnməsin. Və yaxud da bəlkə hamilə qadın var maşında, ona görə asta sürür. Və bu zaman biz neyinirik? O siqnala basmaq əvəzinə o insana qarşı empatiya, yəni onunla bərabər düşünürük ki, bəlkə nəsə narahatlığı var və yaxud da ondan qabaq dediyimiz situasiyada dəhlizdə uşaq sizlə oynamır, bəlkə utanır, bəlkə qorxur, bəlkə cəsarət eləmir sizin yanınıza gəlməyə. Və yaxud da heç kefi yoxdur bu günlərin yolda gələndə başına bir hadisə gəlib, qanı qaralıb. Və yaxud da hədiyyə almaq məsələsi dedik. Düşündük ki, bəlkə yol yoldaşımız bizi çox istəmir, mənim dostum deyil, dostum olsa mənə hədiyyə alar. Amma neynədik? Bəlkə atasının pulu yoxdur, hədiyyə almağa pul verməyib. Bəlkə, deyək ki, nəsə problemi var, bugün hədiyyə ala bilməyib, utanım ilə ona görə təbrik eləməyib. Biz bəlkələri fikirləşəndə o zaman neyinirik? İnsanlar haqqında negativ düşünmürük, pis fikirdə olmuruq. Başlayırıq düşünməyə, bəlkə problemi var idi. O da istəyərdi belə olsun, bəlkə həmin anda ona imkanı olmayıb. Və yaxud da bir misal da dedik. Nə dedik? Yoldaşlarının hədiyyəni dedik. Sonra dəhlizdə. Birinci cümləmiz nə idi? Dəhlizdə qaçanda kimsə bizə toxunur və üzr istəmir. Nə fikirləşdik? Fikirləşdik ki, əksəriyyətimiz dedik, tərbiyəsiz uşaqdır, pis uşaqdır, evdə tərbiyə almıyor. Amma biz fikirləşə bilərdik. Bəli, amma biz fikirləşə bilərdik. Bəlkə o uşaq dərsə tələsirdi deyə, həyəcanlıydı, dərsə qaçırdı gecikdiyi üçün, müəllim də anlamasın deyə tez qaçdığı üçün üzr istəməyə vaxtı olmuyor. Bəlkə narahatlığı var, elə tez qaçır sinifə getməyə, ona görə deməyim. Yəni, biz insanlara bəlkə deyib, onların yerində olmağa, onların situasiyasını başa düşməyə çalışsaq, o zaman insanlar da bir-birindən kobud yox, mehriban davranar. Məsələn, hadisələrdə düşünün ki, biz gördüyümüz tərəf var. Məsələn, gördük ki, uşaq yoldaşına qələmi vermədi. Həmin dəqiqə nə fikirləşir? Nə paxıldı, qələmini vermədi. Bəlkə o qələmdən bir dənə də bir dənə də ona görə vermədi. Bəlkə anası tapşırıb ki, qələmini vermə, ona görə, belə deyək də, qorxusundan mı, çəkindiyi üçün vermədi. Yəni, pis mənaya gözməyin, filankəs paxıldı, filankəs tərbiyəsizdir, filankəs belədir deməyə əvəzinə, əksinə yaxşı düşünməyə çalışın. Onun yerində özünüzü qoymağı bacarın. Aydındır? Düşünün ki, bizim görmədiyimiz tərəflər var. O insanların düşüncəsi, hissləri və yaxud da yaşadıqları. Ona görə də bu mənada yaxınlaşsaz insanlara, o zaman heç kəsə kobud davranmayacaqsınız, haqqında pis fikirləşməyirsiniz. Aydındır?